Bəxtəvər başına. Bu ifadəni o qədər tez-tez eşidirəm ki, sosial platformanın ən pis tərəflərindən biri odur ki, sən burada yalnız xoş anlarını, pozitivi paylaşmalısın. Çünki insanlar negativi sevmir. Belə olan halda da bəzən xoşa gəlməz rəylər də olur. Məsələn, əslində mən bunu dua kimi qəbul etsəm də, tez-tez rastlaşdığım rəylərdən biri də bəxtəvər başına sözüdür. Bəzən anlayış göstərməyə çalışıram, amma etiraf edirəm ki, olmur. Düşünürəm ki, o insan mənim yaşadıqlarımı, keçdiyim sınaqları, verdiyim itkiləri, ümumiyyətlə, bütün həyatımı bilmədiyi üçün bəlkə də çox rahatlıqla bu sözü yaza bilib. Burada artıq özümü günahlandırmağa başlayıram. Çünki günahkar mənəm. Həmişə hər şeyin ən yaxşı tərəfini bölüşürəm. Axı onlar hardan bilsinlər ki, sən 25 yaşında olarkən 50 yaşında ana itirmisən. 28 yaşında olarkən isə 34 yaşında qardaş itirmisən. Axı onlar hardan bilsinlər ki, ailən paramparça olarkən digər tərəfdən də öz ailəni qoruyub saxlaya bilməmisən. Axı onlar hardan bilsinlər ki, sən hal-hazırda 17 yaşlı bir qıza həm atalıq, həm analıq eləyirsən. Axı onlar hardan bilsinlər ki, əslində hər zaman təbəssümlə paylaşdığın videoların arxasında göz yaşları da dura bilər. Heç vaxt bilməyəcəklər çünki sən zəif tərəflərini göstərməyi sevmirsən. Burada qınanlası insan varsa, o da mənəm əslində. Bu səsləndirməni edərkən çox düşündüm. Etsəmmi, etməsəmmi deyə tərəddüd edirdim. Fikirləşdim ki, bəlkə də bəzi insanlar yanlış anlayacaq. Sonra qərar verdim ki, yox. Bəzən işıqlı otağın qaranlıq tərəfində göstərmək lazımdır. Bu mesajımdan sonra gözünüzdə zəif görsənmək istəmirəm. Çünki ən sevmədiyim obraz zəif qadın obrazıdır. Amma bilin və agah olun ki, izlədiyiniz səhifələrdə qibtə etdiyiniz ailələr, xəyallarını qurduğunuz o nağıl kimi görünən həyatlar, hər an yalnız alış-veriş edib dünyanı gəzən insanlar, əmin olun ki, onların da həyatında çox böyük dərin yaraları, çətinlikləri, gözyaşları, yuxusuz gecələri var. Gerçək budur ki, heç nə göründüyü kimi deyil. Ona görə də başqalarının həyatını özünüz üçün arzulayanda diqqətli olun.